Salam dostlar. Çox adam şpaqatı tam ata bilmir və biz də bugün şpaqatı atmaq üçün ayaqları dartma, yəni əzələlərin dartma idmanlarını göstərəcəyik. Bunu təqribi 1-2 ay dayanmadan elədikdə, yəni hər gün elədikdə şpaqatınız tam atmağa yaxınlaşacaq. Getdik. Birinci hərəkət olaraq ayaqlarınızı dəyirman şəklində fırladırıq. Belimizi çalışın, tam fırladın və dizlərinizi qattalamayın. Bunu təqribi 1 dəqiqə ərzində və yaxud da 30 saniyə ərzində eləyirik. İkinci hərəkət olaraq isə ayaqlarımızı tam bir-birinə birləşdiririk və dizlərimizi qattalamadan əllərimizi yerə vururuq. Bunu da 1 dəqiqə və yaxud da 30 saniyə elədikdən sonra keçirik o birisi hərəkətə. Üçüncü hərəkət olaraq isə ayaqlarımızın sol ayaq qabaqda, ağırlığımızı qabaq ayağa veririk və arxa ayağı dartırıq. Çalışın, arxa ayağı olabildiğiniz qədər dartın və yerdən çox dəstək almayın. Bunu 30 saniyə elədikdən sonra keçirik, dəyişdiririk və sağ ayağa veririk. Dördüncü hərəkət olaraq isə bir ayağımızın üzərinə yükümüzü veririk və digər ayağımızı açırıq. Burada yıxılırsınızsa əllərinizi qabağa verin. Əgər şpaqata çox təzə başlamışsınızsa isə əllərinizi yerə qoyaraq yerdən dəstək ala bilərsiniz. Bunu 30 saniyə qaldıqdan sonra keçirik digər ayağa. Bunu da 30 saniyə qalırıq. 5-ci hərəkətdə isə yerə otururuq və bir ayağımızı kəpənək formasına gətiririk. Yəni bu formaya gətirdikdən sonra başlayırıq başımızı açıq dizə və bağlı dizə vurmağa. Bunu təqribi 30 saniyə elədikdən sonra ayaqlarımızı dəyişdiririk. Digər hərəkətdə isə otururuq yerə və iki ayağımızı da dizlərimizi bağlayırıq. Və başlayırıq ayaqlarımızı kəpənəyin qanadları kimi oynatmağa. Bunu da 1 dəqiqə elədikdən sonra keçirik digər hərəkətə. Bundan sonraki hərəkətimizdə isə otururuq yerə və ayaqlarımızı yerimizdə şpaqat açırıq. Aça bildiyimiz qədər açırıq və başlayırıq başımızı sağa, sola və ortaya vurmağa. Burada yıxılırsınızsa əllərinizi arxaya vurub eləyə bilərsiniz. Bunu da 1 dəqiqə eləyirik. Sıradakı hərəkətdə isə ayağımızı dizimizi qattalamadan qaldırıb göyə yenə salırıq. Qaldırırıq başa və o birisi ayağı yenə eləyirik. Bunu da 30 saniyə eləyirik. Və keçirik sıradakı hərəkətə. Və indi isə şpaqat açırıq. Yəni ata bildiyimiz qədər şpaqatı açırıq və 1 dəqiqə qaldırırıq. Və 1 dəqiqə beləncə qaldıqda istəsəz əlinizi qabağa, dirsəklərinizi yerə qoyub yata bilərsiniz. Yəni yatmaq olaraq yatmaq formasında qalıb daha asan şpaqatın açılmasına kömək edə bilərsiniz. Sıradakı hərəkətdə isə ayaqlarımızı yellədirik ki, sürət yellədirik ki, ayağımızdakı ağrıların hamısı getsin. Bu ağrılar gedənə qədər eləyirik. Ayaqların əzələri ağrıyır və bunu edəndə əzələ ağrıması azalır. Və sıradakı hərəkətə keçirik. Sıradakı hərəkətdə isə yenə şpaqatı açırıq. Amma bu dəfə şpaqatı tam əgər yəni aça bildiyiniz qədər yox, biraz çox az açın. Bunda başımızı sağa, sola, ortaya
vururuq ki, əzəllər dartına bilsin. Burada gördüyünüz üzere burada şpaqatı tam açmırıq və başımızı sağa sola ortaya vururuq. Siz də beləsinə şpaqat atmaq istəyirsinizsə, bizim kanalımızı takip edin və sağlıqlı yaşamaq eləmək istəyirsinizsə, videolarımıza like atıb kanalımıza abunə ola bilərsiniz. Görüşmək ümidi ilə sağlıqlı yaşamalar.